Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 383,2 min ton qazoil dizel yanacağı istehsal olunur. Xəbər zolaqı az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub. Məlumata görə bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 74,1 min ton və ya 1,2% azdır. Ötən ilin yanvar-fevral ayında Azərbaycanda 457,3 min ton qazoil dizel yanacağı istehsal olunmuşdur. Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 18,4% azdır. Neft qapısının istehsalı 9,8% artıb. Qazoilin dizel yanacağının istehsalı 16,2% azalıb. Neft bitumunun istehsalı 15,9%, axı neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.